orada sevməyə başladım. Niyə? Heyvan o qədər təmiz heyvana baxırlar. Heyvan insan kimi dil bilir. Çöldə bir dənə heyvanın zibilini görə bilməzsən. Heyvan, mən ev vermişdim kiraya heyvanı olan adama. Mən getdim ki, indi depozit də götürmüşəm. Evində yəqin yaman günə düşəcək də. O qədər gözəl baxılmışdı ki evə. Heç nəyə ehtiyac olmadı. Nə evdə heyvanın iyi qoxusu yoxdur. Heyvan insan kimi dil bilir. Küçədə bir dənə sahibsiz it yoxdur. Yox, öyrətməkdən asıldır canım. Sən iti pis öyrədərsənsə pis olacaq. Yaxşı öyrədərsənsə. Yox, mən sizə söz deyirəm də. Görün bir dənə blokda, yolda, izdə bir dənə heyvanın o adını demirəm də, o zibilindən rast gələcəksiniz. Yox. Hətta elə bir meşənin içində itdir də, indi məsələn itin müəyyən zibili olur. Əlində klok, əlinə əlcək geyinir kloku. Onu yığır, paketləyir, aparır, zibil vedrəsinə atır. Bir dənə deyir, onu bilirəm ki, bağçalar yaxşıdır, uşaq yaxşı tərbiyələndirirlər. Mən onu deyirəm ki, bunu mən özüm icad eləməmişəm. Bizim Azərbaycanlara ruslar burada kiraya vermir. İndi bir-ikisi yazacaq ki, mənə niyə verdi? Mən 5%-dən 10%-dən danışmıram. 80%-dən danışıram. Deyirlər ki, vermirik. Səbəbini də özünüz burada yazdınız. Belə. Həyat dolu dəmir dümürdür, idman aparatlarıdır. Çəkib qoymuşam. İndi Instagrama da qoyacağım. TikTokda çəkmişəm. Görün nə qədər orada dəmir alətlər var. İdman eləməyə də. Bunlar onu sağlamdırlar. Bunu Bakıda eləmək olar. Gecə ilə onu bəziləri çıxardacaq, aparıb metala verib satacaq. Deyir, Peterdə bizdə blokda itin həlsi üçün paket qoyulur. Görürsünüz? 4 lift var. 4-ünü də özdə 5 ilin binasıdır bu. Bir dənə cızıq yoxdur. Bir dənə cızıq yoxdur. Liftdə. Nə güzgüsündə, nə özündə. Amma mən Bakıda 20-ci ildə aldığım 6 ilin binasıdır. Liftdə monitoru qırırlar, cızıq-cızıq eləyirlər, xainlığından, paxıllığından kimsə, nə bilim. Sonra kənar adam bloka girə bilməz, axıran var, nəzarət eləyir, hər yer kameradır. İnsan özünü insan kimi aparır. Baxın, bizə bu udobstvanı yaradıblar. Mən sizə göstərəcəm, dostlar. Baxın. Bura gələndə 2-dən. Səhər saat 11-ə işləyib üst tutdum çimərliyə. Dünən biraz gecikmişdim. Şezlong tapmaqda İndi baxın, idman alətləri. O səbəbdən hamısı pulsuzdur. Liftin gözəlliyinə baxın. Yəqin ki, ürəyim istəyən yeri taparam, seçərəm. Amma düşündüyüm kimi olmadı. Videonu axıra qədər izləsəz səbəbini görəcəksiniz. Həyətdə bir 20-yə yaxın kaçeli var. Həyətimizlə çimərliyə doğru gedərkən yol üstü sizə həyətdə olan idman alətlərini göstərmək istədim. Və bunların hamısı ödənişsizdir dostlar. Hətta çimərli özdə bütün orada yaradılan şəraitin hamısı pulsuzdur bizim üçün. Və burada bir idman aləti var. Hər zaman buradan keçərkən düşünürdüm ki, bu nə? Bax, dəmirlərə baxın. Qeyd edim ki, çox da maraqlıdır, çox əyləncəlidir. Məncə bu boy uzatmaq üçündür. İndi bilmirəm, bəlkə də səhvim var. Bilənlər yazsınlar. Amma yeri vardı dostlar. Bilirəm, yazacaqsınız. Utanmır. Bu nə hərəkətdir? Mən dəvəsi ölmüş hərəbə. Öyrəşmişəm daha sizin. Çoxlu buna komment yazın bu. İndi dənizin kənarına gedirəm. Bir dəqiqə dostlar buna. Bu bizim həyat bacamızdır. Pulsuzdur bunun hamısı. Bunun hamısı pulsuzdur. Ay. Var. Gəldim çatdım çimərliyə. Olmazsa olmaz. Bax, bura bütün pulsuzdur. Gördüyünüz o zontikidir, lejankasıdır, hər şey pulsuzdur. Nə cür bişirirlərsə. İndi yediklərim pullandı da. Gördünüz ki, niyə mən şezlong tapa bilmədim? Kommunala daxildir bütün bu. Səhər saat 8-dən hər yeri məşğul ediblər. Üz tutdum yenə dünənki yerimə. Olsun. Deməli saat 8-də gəlmək lazımdır. Amma yox. Bütün bax, bunun hamısı pulsuz. Qızmar vaxtı, bu da yaxtadır, kiminsə yaxtası. Dostlar, bu gördüyünüz... Deyirsiniz ki, gəl orada filan evində qal, orada qalın və pulu kim qazansın. Burada həm bu şəraitdə yaşayıram, həm də pulumu qazanıram. Nə yazıb? İtin şey, burada da dənizdə keçir. Yox, indi pullu yer var, pulsuz da yer var. Amma yəni Allah Taala indi bu təbiəti belə yaradıb. Orada indi sənin mənim günahım nədir ki? Burada Moskvada gilas yeyirsən, gilasın tumu əlindən yerə düşür, oradan gilas ağa çıxır.
Sevil xanım. Yox, hər şey. Niyə? Qocalanda vətəndir də. Qocalığımız hamısı oradadır indi. Bir 10 ilə, 15 ilə inşallah. Uca görsəm ki, yaşa dolmuşam, daha toya dəvət eləmirlər. İşsizəm. Gəlib orada pensiya vaxtımda oturub dənizin kənarında. Gündə hər səhər yuyurlar həyət bacanı. Hər səhər. İndi sizə həyəti göstərəcəm. Özdə bu evimin şeyi çox da deyim ki, belə sredni belə bax. Mən göstərim. Adi həyətdir də bax. Görün, yaşıllığa baxın. Ay dostlar. Görün, yaşıllığa baxın. Ay dostlar. Görün, yaşıllığa baxın. Ay dostlar.